xassələrindən danışaq. Sinus, kosinus, tangens, kotangens bunların xassələri, hansı xassələrə maliklər, hansı ürlərdə artırlar, azalırlar və çevirmə düsturları bunlardan danışacaq. Deməli, y bərabərdir sinus x funksiyası. Bunun təyin oblasti, qiymətlər çoxluğu, bunları bilməliyik, artma, azalma, çünki bunlara aid suallar testlərdə var. Birinci təyin oblasti, sinus və kosinusun hər ikisinə aiddir. Təyin oblasti mənfi sonsuzluq, müsbət sonsuzluqdur. Yəni, burada x-i biz alfa kimi, yəni bucaq kimi görürük. Yəni, artıq burada dediyimiz o qaydadakı x yox, tərifdən çıxdıq qırağa, koordinat kimi yox. Yəni, x bucağı göstərir, y-də sinusun aldığı qiyməti göstərir. Deməli, sinus x funksiyasının təyin oblasti mənfi sonsuzluq, müsbət sonsuzluq. Çünki istənilən x bucağı üçün sinusun, həmçinin də kosinusun təyin olunduğunu demək mümkündür. İkincisi, qiymətlər çoxluğu. Səbəbini keçən dəfə vahid çevirə üzərindən də göstərdik ki, sinus dönmə bucağına uyğun olan nöqtənin ordinatına uyğun gəldiyi üçün həmin vahid çevirədə mənfi 1 ilə 1 arasında qiymət ala bildi. Yəni, sinusun ala biləcəyi ən böyük qiymət 1, ən kiçik qiymət mənfi 1 idi. Üçüncüsü, ümumiyyətlə, trigonometrik funksiyalar dövrü funksiyalardır. Sinusun da, kosinusun da dövrü 2pi'dir, tangesdən kotangesin dövrü pi'dir. Yəni, bu nə deməkdir? Bunun ən kiçik müsbət dövrü 2pi'dir. Bu deməkdir ki, sinus x üstə gəlinsin 2pi'n bərabərdir sinus x. Yəni, hər hansı bir alfa bucağının üzərinə biz 360'ın istənilən mislini əlavə etdikdə yenə eyni dönmə bucağına. Bunu yəni biz keçən dəfə də göstərdik. Tutaq ki, biz sinus 730'un qiymətini bilmək istəyirik. İndi düzdür, bunun qiymətini bilmirik. Qoyulsun 750. 750'nin hansı bucaqla üst-üstə düşdüyünü bilmək üçün 360 dərəcəyə bölüb qalığına görə baxırıq. Bunun içində 2 dənə 360 var. 2 dənə 360 var. Qalığı da 30'dur. Biz bu dövrü atırıq. Çünki 2 dəfə dövr eləmişik yerində fırlanıb və gəlib çıxıb 30 dərəcəyə. Ona görə deməli, sinusun 750'də aldığı qiymət ilə 30 dərəcədə aldığı qiymət budur. Yəni, 360'dan böyük olan istənilən bucağı tapmaq üçün ki, bunun sinusu nəyə bərabərdir? Biz onun içindən 360'ın misillərini atmalıyıq və yerdə qalan qalığa görə ki, 0-dan 360'a kimi hər hansıda bir bucaq qalacaq əlimizdə, o bucağın qiymətini hesablayıb tapmalıyıq. Yəni, göstərir ki, sinus funksiyasının dövrü 2pi'dir. Dövrü tapılmasıyla bağlı suallar da var, indi onlardan da danışacaq. Sonra, bunun artması və azalması, bunu biz aralıq olaraq yox da, rüblər üzrə əsasən testlərdə görürük. Bunun üçün sinus x funksiyasının qrafikinin əsas hissəsini, yəni 0-dan 2pi'yə qədər olan hissəsini. Bu sinusun qrafiki necə qurulur? Bizim o 0-dan 360'a kimi vahid çevrədə bucaqlara uyğun olan nöqtələrin qiymətlərini qeyd etməklə qurulur. Biz bilirik ki, sinus 0-da 0 alır. 5 dənə əsas nöqtəyə görə qururlar. Pi böl 2'də, yəni 90'da 1 alırdı, bu onun maksimumuydu. Sonra 180'də pi'də 0 alırdı. 3 pi böl 2'də, yəni 270'də. Burada əsasən koordinat sistemində radian qiymətləri ilə göstərilir, bucaq qiymətlərindən yox. Mənfi 1 alırdı və bir də qayıdıb 2 pi'də 0 ilə yenidən 360 alırdı. Daha doğrusu 360'da 0 alırdı. Yəni sinus x funksiyasının qrafikinin əsas hissəsi budur. Sinusoid əks. Və sinusun dövrü 2pi olduğu üçün bunu biz sağa və sola hər 2pi uzunluğunda parçaya paralel köçürdərək onun sonsuz qrafikini əldə edirik. Yəni bu əsas hissədir. Bu əsas hissə sağa və sola eyni şəkildə gedərək bura olur mənfi pi böl 2, bura olur mənfi pi, bu mənfi 3 pi böl 2, bu da mənfi 2pi və yaxud o tərəfə də eyni ardıcıllıqla qrafiki çəkərək davam edə bilərik. Biz indi bunu, bu qrafikə baxaraq 0-dan 90 dərəcə kimi olan bucaqlarda sinusun qrafikinin artdığını görürük. 0-dan 90 dərəcəyə qədər olan dönmə bucaqları neçənci rübün dönmə bucaqları sayılırdı? Birinci rübün. Deməli, birinci rübə aid olan dönmə bucaqlarında sinus artır, həmçinin də 4-cü rübə düşəcək dönmə bucaqlarında sinus artır. Yəni, birinci və 4-cü rübün dönmə bucaqlarında sinus artan olur. İkinci və 3-cü rübün dönmə bucaqlarında sinus azalan olur. Yəni, 90 dərəcədən 270 dərəcəyə qədər olan bucaqlarda sinusun qiyməti azalır. Bu nə deməkdir? Məsələn, mən sinus
100 dərəcə ilə sinus 140 dərəcəni müqayisə eləsən, burada azalan olduğu üçün, çünki bu iki bucağın ikisi də ikinci rübə düşür və ikinci rübədə sinus azalan funksiyadır. Onda belə çıxır ki, azalandırsa, argumentin kiçik qiymətinə funksiyanın böyük qiyməti olur. Yəni, o azalanlığı biz bu şəkildə misallarda tətbiq edirik. Sonra onun deməli, dövrünü dedik, ən böyük kiçik qiyməti dedik, nə qaldı? Rüblərlə işarələri, bunu ayrıca demişəm, amma burada xassələrdə də mən yenə yazmışam. Bilirik ki, birinci və ikinci rübdə düşən dönmə bucaqlarında müsbət, üçüncü və dördüncü rübdə düşən dönmə bucaqlarında mənfidir. Bir də digər bir xassəmiz tək cütlüyüdür. Sinus... Siz də gedin. Kimdən sonra? Başa şükür, gedin. Mamata da səyə geçirir bak. Yox. Dur. Deməli, gedin. Deməli, sinus tək funksiyadır. Bu nə anlama gəlir? Argumentin əks qiymətlərində funksiya əks qiymətlər alır. Argumentin əks qiymətlərində funksiya əks qiymət alır. Sağ ol. Yəni, sinus mənfi pi böl 3-də nə alır sualının cavabı? Mənfi keçir sinusun qabağına, pi böl 3-də alırdı kök 3 böl 2. Ona görə sualın cavabı olur mənfi kök 3 böl 2. Yəni, sinus tək funksiyadır. Argument əks qiymətlərində funksiya əks qiymət alır. Aydınmı? Bu xassələr olur sinus x funksiyasının xassələri. Oxşar qayda ilə kosinus x funksiyasının xassələrindən danışaq. Deməli, y bərabərdir kosinus x funksiyasının təyin oblasti yenə də mənfi sonsuzluq, müsbət sonsuzluqdur. Yəni, x-in bütün qiymətlərində təyin olunubdur. Qiymətlər çoxluğu mənfi 1, 1-dir. Yəni, kosinusun da ala biləcəyi ən kiçik qiymət mənfi 1, ən böyük qiymət müsbət 1-dir. Bu da dövrü funksiyadır və ən kiçik müsbət dövrü 2pi-dir. Yəni, bayaq izah elədiyim kimi, kosinus x üstəgəl 2pi-yə bərabərdir kosinus x. Bayaq vurğulamadım, yenə də xatırladım, amma buradakı n tam ədəddir. Yəni, bayaq göstərdiyim kimi, tutaq ki, mən kosinus 1140 dərəcənin qiymətini soruşulan bir misalda, bu 1140 dərəcənin içində neçə dənə 360 olduğunu tapıram, yəni 360-ın misillərinə bölüb qalığını tapıram. 1080 yerdə qaldı 60 dərəcə. Yəni, deməli, bu bizə verir kosinus 60-ı, kosinus 60 da 2-də verir. Yəni, dövrlük məsələsi bizə bunun üçün lazımdır. Sonra, kosinusun qrafikini çəkmək üçün yenə onun da 5 dənə əsas nöqtəsi istifadə olunur. Bu nöqtələr hansı nöqtələrdir? Deməli, bildiyimiz kimi kosinus 0 radianda, yəni 0 dərəcədə 1 alır, pi böl 2 radianda 0 alır, pi radianda mənfi 1 alır, 3 pi böl 2-də 0 alır və 2 pi-də alır 1. Yəni, bu olur kosinus x funksiyasının qrafikinin əsas hissəsi. Bu hissəni sağa və sola doğru davam elətdirməklə, yəni mənfi pi böl 2, mənfi pi, mənfi 3 pi böl 2 və mənfi 2 pi. Nöqtələrin sıralaması eyni ardıcıllıqla gedir, yəni bu şəkildə gedir, biraz böyütüşmüş ola bilər. Yəni bunlar bir düz xəttdir, bu da mənfi bir düz xəttinin arasında gedir bu sinus, kosinus x funksiyasının qrafiki. Yenə rüblər üzrə desək biz, buna baxırıq ki, 0-dan 180 dərəcəyə qədər olan dönmə bucaqlarında bu qrafik azalanır. Yəni, rüb üzrə desək, birinci və ikinci rübə düşən dönmə bucaqları üçün azalan olur. Üçüncü və dördüncü rübə düşən dönmə bucaqları üçün artan olur. Məsələn, ən bəsit bir testdə qabağımıza çıxan nümunə, kosinus 10 mu böyükdür, kosinus tutaq ki, 80 mi böyükdür? Bu, ikisi də birinci rübə düşən bucaqlardır və birinci rübdə azalan olduğuna görə argumentin kiçik qiymətlə böyük qiymət olur gəlir. Amma biz bunu sinus üçün müqayisə edəsi olsaydıq, bayaq vurğuladıq ki, sinus birinci rübdə artandır. Onda sinus 80, sinus 10-dan böyük olmuş olardı. Sonra, kosinus x funksiyası 4 dənə trigonometrik funksiya içərisində yeganə cüt funksiyadır. Qalan 3'ü tək funksiyadır.
Amma kosinus x funksiyası yeganə cüt funksiyadır. Yəni, kosinus mənfi x bərabərdir kosinus x olur. Bunu bəzən uşaqlar səhv başa düşür. Kosinusun rüblər üzrə qiymətinin mənfi olması başqa şeydir. Burada deyilən odur ki, kosinus arqumentin əks qiymətlərində eyni qiyməti alır. Yəni, kosinusun mənfi 60 dərəcədə aldığı qiyməti ilə müsbət 60 dərəcədə aldığı qiymət bir-birinə bərabərdir. Bu onu göstərir. Bunun da səbəbi nədir? Dönmə bucağı üzərindəki izahdır. Çünki biz tutaq ki, bax, bu alfa dönmə bucağıdır. Tutaq ki, 40 dərəcədir. Bu da mənfi 40 dərəcə olur da. Bunun çevrəylə kəsişmə nöqtələri bir-birinə nəzərən, daha doğrusu bir-birinə nəzərən yox da, x oxuna nəzərən simmetrik olan nöqtələrdir. X oxuna nəzərən simmetrik olduqları üçün bunların absisləri eynidir. Bu absis eynidirsə, deməli bu bucaqların kosinusları da eynidir. Ona görə mənfi alfa və alfa dönmə bucağının kosinusları bir-birinə bərabər olur. Yəni kosinus cüt funksiya olur. Dediyimiz kimi onsuz da birinci və dördüncü rübət dönmə bucaqlarında müsbət olurdu. 2 və 3-dəki dönmə bucaqlarında mənfi olurdu. Bu xassəni burada deməyimə baxmayaraq əvvəldən izah etmişik. Gəldik tangens və kotangensin xassələrindən də danışaq. Y bərabərdir tangens x funksiyasının təyin oblastı. Keçən dəfə də izah edim. X burada bucağı göstərir. X fərqlidir. Pi böl 2 üstə gəlinsin pi n. Keçən dəfə dərəcə ilə yazmışdıq. 90 üstə gəl 180 vur n. Yəni 90-dan başlayaraq hər 180 dərəcə sonra tangens təyin olunmuyubdur. Çünki həmin nöqtələr çevrənin y oxu ilə kəsişmə nöqtələrdir və həmin bucaqlarda tangensin qiyməti təyin edilməmişdir. Qiymətlər çoxluğu mənfi sonsuzluq, müsbət sonsuzluqdur. Yəni bunun ən böyük və ən kiçik qiyməti yoxdur. Ona görə bunun qiymətlər çoxluğu ilə bağlı çox sual görmürük biz. Qrafikində asimptotlar var. Bu asimptotlar onu hüdudlandıran, məhdudlaşdırıcı xətlərdir. Yəni o xətləri kəsə bilmir. Bu da nələrdir? Bunun axı təyin olunmadığı yerlər var. Məsələn, pi bölü 2-də təyin olunmayıbdır. Ona görə pi bölü 2-də belə-belə bir qırıq xət çəkək, bütöv çəkək, heç bir fərqi yoxdur. Yəni bu xətlər onun asimptotlarıdır. Bu xətləri kəsə bilmir. Məsələn, 3 pi bölü 2-ni kəsə bilmir. Və onun qrafiki bu xətlərə toxunmayacaq şəkildə belə kub parabolaya bənzər bir grafikdir. Burada da pi-də 0 alır. Bu qrafik belə gedir. Toxundu, amma toxunmamalıydı. Yəni o xətləri kəsə bilməz. Yəni o tərəfdə də eyni şəkildə, eyni qrafik belə hissə çəkilir, gedir. Bu olur onun qrafiki. Gördüyünüz kimi öz təyin oblastında artan funksiyadır, heç vaxt azalmır. Yəni bütün rüblərdən artan funksiyadır, belə sayılır, bütün dönmə bucaqları üçün artandır. Bayaq dedim ki, yeganə cüt funksiya bizdə kosinusdur, tangens də tək funksiyadır. Sonra bunun da demişdik ki, birinci və üçüncü rübə dönmə bucaqlarında müsbət olur, 2 və 4-cü rübə dönmə bucaqlarında mənfi olur və bunun dövrü. Tangensin dövrü və həmçinin kotangensin dövrü pi'dir. Ən kiçik müsbət dövrü pi'dir. Düzdür, bunlar da 2 pi'dən bir təkrarlanırlar, amma 180 dərəcədən bir təkrarlanır. Baxın, bu parçanın uzunluğu nə qədərdir? Pi qədər. Bu parçada pi qədər. Mən bura səhv yazmışam, deyəsən mənfini bura qoymuşam, ora müsbət, yox, kəsir xəttidir bu. Kəsir xətti qabağına düşürdür. Burada mənfidir. Deməli, bu parçanın uzunluğu pi'dir. Burada pi'dir. Yəni, bu funksiyanın dövrü pi'dir. Hər 180 dərəcədən bir. Məsələn, tutaq ki, mən tangens 570 dərəcəni hesablamaq istəyirəm. Bunu 360-dan da hesablaya bilərəm. Amma 180-lə də hesablaya bilərəm. Bunun üstünə neçə dənə 180 var? 3 dənə. 3 dənə 180 540 eləyir. Burada mənə qalır 30 dərəcə. 30 dərəcədə nə alırdı? Nə eşitdim mən? Hə, elə bildim ki, kök 3 deyirsən. Bəli, 1 bölü kök 3 və yaxud da kök 3 bölü 3 eyni şeydir. Aydın mı? Bu da olur tangensin xassələri. Tangensin və kotangensin dövrü pi'dir. Gəldik y bərabərdir kotangens x funksiyasının xassəsinə. Y bərabərdir kotangens x funksiyasının təyin oblastı elə x ədədləridir ki, həmin x'lər pi vur n-dən fərqli olsun. Buradakı n-lər, yenə də vurğulayıram, tam ədəddir. Yəni 0-da, pi-də, 2 pi-də, 3 pi-də belə qiymətlərdə təyin olunmuyubdur.
Ona görə bunun qrafikində çəkəndə yenə bunun da asimptotları var, yəni hüdudlaşdırıcı, məhdudlaşdırıcı xəttləri var. O xəttləri kəsə bilmir. Hansıları kəsə bilmir? Birincisi elə sıfırın özü. Y oxunu heç vaxt kəsməyəcək. Sonra pi-ni kəsməyəcək. Sonra 2 pi-ni kəsməyəcək. Nə bilim, bu tərəfə doğru baxsaq, mənfi pi-ni kəsməyəcək. Sən deyirsən, hazır oldu. Yoxsa yox. Deməli, bu xəttləri kəsməyəcək. Bu qrafik azalandır. Burada bilirik ki, pi bölü 2-də 0 alır. Bu da 3 pi bölü 2-dir və s. bu şəkildə. Burada da çəkə bilərik bənzər formada. Mənfi pi bölü 2 və s. Yəni, bu şəkildə qrafik təkrarlanır gedir. Qiymətlər çoxluğu yenə mənfi sonsuzluq, müsbət sonsuzluqdur tangesdə olduğu kimi. Bunun da ən kiçik müsbət dövrü pi-dir, yəni kotangens x üstə gəlinsin pi n-lərdə kotangens x-ə bərabər olur. Yenə dediyimiz kimi, bu da tək funksiyadır, yəni kotangens mənfi x bərabərdir mənfi kotangens x şərti ödənir və dediyimiz kimi, şəkildə göründüyü kimi, bütün rüblər üzrə azalan funksiyadır. Tangens bütün rüblərdə artır, kotangens isə bütün rüblərdə azalır. Amma sinus və kosinusun müəyyən rüblərdə artıb, müəyyən rüblərdə azaldığını görürük. Bu belə. Bu bunun xassələri. Gəldi indi bizə əsas lazım olan qiymətlər çoxluğu ilə bağlı olan və dövr ilə bağlı olan misallardır. Qiymətlər çoxluğu ilə bağlı olan misallar sinus və kosinusda daha çoxdur, tangens və kotangesdə yoxdur. Amma məsələn, sinus x funksiyasının qiymətlər çoxluğu nə oldu? Mənfi 1, 1 oldu. Bu sinusa da aiddir, kosinusa da aiddir. Amma biz y bərabərdir sinus kvadratı x və ya y bərabərdir kosinus kvadratı x görürüksə, bunun qiymətlər çoxluğu 0,1 olur. Çünki, necə? Bəli. Həmçinin biz bunu modulla görürüksə ki, görəcəyik testlərdə də, bu da eynidir. Modulda sinus x və ya modulda kosinus x-in də qiymətlər çoxluğu 0,1 olur. Yəni, bunları bilməliyik. Məsələn, bax, y bərabərdir sinus x-in. Bunun qiymətlər çoxluğu nə olur? Mənfi 1, 1. Bəs yaxşı, y bərabərdir sinus 3x-in qiymətlər çoxluğu nə olur? Mənfi 1, 1 olur. Çünki mən x-i vurmuşam, y-in qiymətinə təsir edə bilməmişəm. Amma y bərabərdir 3 sinus x yazsaydım, bunun qiymətlər çoxluğu mənfi 3 olardı. Çünki qiymətlər çoxluğu y-in alacaqlardır. Sinusun minimumu mənfi 1, maksimumu müsbət 1 olduğu üçün 3-ə vuranda mənfi 3, 3 olur. Yəni, buna diqqət edin. Y bərabərdir 3 sinus x plus 2-nin qiymətlər çoxluğu. Hə? 2-nin üzərinə niyə gəlmirsən ki? Sinusun ən kiçik qiyməti mənfi 1-dir. Vurub üzərinə gəldin, elədi mənfi 1. Ən böyük qiyməti 1-dir. Vurub üzərinə gəldin, elədi 5. Deməli, bunun qiymətlər çoxluğu mənfi 1, 5-dir. Bu sinus üçün nə yazıramsa kosinus üçün eyni şeydir. İndi mən hamısını sinus yazsam da, siz nəzərə tutun ki, kosinus üçün də eyni cürdür. Məsələn, y bərabərdir 3 vurulsun kosinus x plus 2. Modul olduğu üçün başa düşürük ki, bunun ən kiçik qiyməti 0, ən böyük qiyməti 1-dir. Bir dəfə 3 vur 0 üstə gəl, 2 elədi 2, bir dəfə də elədi 5. Deməli, bunun qiymətlər çoxluğu oldu 2, 5. Yəni, bu şəkildə olacaq. Sonra, bu tip suala baxaq bizcə dəqiqə. Y bərabərdir A vurulsun sinus x plus B vurulsun kosinus x. Bunun səbəbləri köməkçi bucaq daxil etmək düsturu var. Oradan gəlir, çıxır. Bu ifadənin ala biləcəyi ən kiçik qiymət bu, ən böyük qiymət budur. Bax, bu tip ifadənin ən kiçik qiyməti budur, ən böyük qiyməti budur. Məsələn, y bərabərdir 3 sinus x üstə gəlinsin 4 kosinus x. Bu funksiyanın ala biləcəyi ən kiçik qiymət mənfi kök altda 3-ün kvadratı üstə gəl 4-ün kvadratı, yəni mənfi 5, ən böyük də bunun əksidir. Ona görə də qiymətlər çoxluğu mənfi 5, 5 parçasıdır. Burada məqsəd odur ki, arqument eyni qiymət alsın. Yəni, məsələn, y bərabərdir, tutaq ki,
5 sinus 7x çıxılsın 12 kosinus 7x. Yəni o düsturda bu arqument eyni olmalıdır. Onda bunun ala biləcəyi ən kiçik qiymət kök altda mənfi 5-in kvadratı üstə gəl, mənfi deyirəm, 5-in kvadratı üstə gəl 12-nin kvadratı mənfi 13-dür, ən böyüyü də müsbət 13-dür. Sual olur ki, bizdən ya ən kiçiyini istəyir, ya ən böyüyünü istəyir. Hətta bəzi suallarımız var ki, bura plus 6 yazıldır. Deyir, bunun ən böyük qiymətini tapın. Biz bura qədərin ən böyük 13 olduğunu bildik. Üzərində altını gələcək, edəcək 19-dur. Yəni bu şəkildə. Bu suallarla qarışdırmayın. Y bərabərdir. 3 vurulsun sinus kvadratı x üstə gəl 4 kosinus kvadratı x. Bu sual başqadır, o sual başqadır. Burada o yol işləmir. Burada nə etməliyik? Bir yol odur ki, biz bilirik ki, bu özü buraxılış imtahan sualıdır. Sinus kvadratı ilə kosinus kvadratının cəmi 1-dir. Yəni, sinus kvadratı 1 olanda o 0 olmaq məcburiyyətindədir. Düzdürmü? Ona görə bir dəfə sinus kvadratına 1, kosinus kvadratına 0 veririk. Bir dəfə bunu tərsinə edirik. O birisində 1, buna 0. Və deyirik ki, bunun qiymətlər çoxluğu 3-4-dür. Bu, bunun bir yolu. Əgər kimsə bu yola şübhə edirsə, belə edə bilərik. Ya sinus kvadratının yerinə 1 minus kosinus kvadratı yazarıq, ya da kosinus kvadratının yerinə 1 minus sinus kvadratı yazarıq. Fərqi yoxdur. 3 çıxılsın, 3 kosinus kvadratı üstə gəlinsin 4 kosinus kvadratı, eləyir 3 üstə gəlinsin kosinusun kvadratı. Kosinus kvadratın ala bildiyi minimum və maksimum qiymətlər 0-1 olduğu üçün 3 üstə gəl 0 bizə 3, 3 üstə gəl 1 də 4-ü verdi, yenə də eyni nəticəni aldıq. Yəni, elə də yaza bilərik, o da onun həll üsulu sayılır və belə də ətraflı şəkildə yaza bilərik. Bu oldu sinus və kosinusun qiymətlər çoxluğu ilə bağlı olan müxtəlif misal tipləri. Bir də dövrlə bağlı olan suallarımız olur. Onlar da düşə bilir imtahanlara sadə formada, ona görə onlar deyək. Deməli, y bərabərdir. A vurulsun sinusun üstü n kx plus b və ya y bərabərdir. A vurulsun kosinusun üstü n kx plus b. İkisi üçün də qayda eyni cürdür. Əgər n tək ədəd olarsa, bu funksiyanın dövrü olur 2pi bölünsün modulda k. K'nın modulu. N cüt ədəd olarsa, t bərabər olur 2pi, pi bölünsün modulda k. Yəni bizə orada nə? Onun qarşısındakı əmsal lazımdır A, nə buradakı B lazımdır. Bizə lazım olan N'in cüt və ya təkliyi, bir də X-in əmsalının nə olmasıdır. Yəni biz bu iki dənə hissəyə diqqət yetirməliyik. Məsələn, Y bərabərdir 3 vurulsun sinusun kvadratı 5x üstə gəl pi bölünsün 7. Deyir mənə bunun dövrünü tap. Mən baxıram, üstü cütdür, ona görə yazacağım pi, bölürəm 5-ə. Olur, pi böl 5. Yəni, bu dediyim kosinusa da aiddir, sinusa da aiddir. Y bərabər yazıb mənfi 3, kosinus üstü 1'dir, 5x minus pi bölünsün 4. Deməli, burada baxıram ki, üstü 1 tək ədəddir, ona görə 2pi'ni bölürəm x-in moduluna. X-in qarşısındakı ədədin moduluna. Aydın mı? Bu da belə. Tangesdən kotangesin işi lap rahatdır. N'in tək və ya cüt olmasından asılı olmayaraq hər zaman pi böl modul kalır. Yəni təkdə olsa, cütdə olsa, burada olur, pi bölünsün modulda kal. Bunun tərs məsələlərdə imtihanda istifadə olunub, o birisi və ya bu birisinin bu şəkildə misallarla biz rastlaşmışıq. Məsələn, deyək ki, y bərabərdir. Y bərabərdir. 3 vurulsun sinus a minus 2 vurulsun x plus pi bölünsün 7 funksiyasının ən kiçik müsbət dövrü nədir? Yox, bilirəm. İkisi də eyni cürdür. Ona misal göstərəcəkdim. Bu sual ağlıma gəldiyi üçün dedim. Məsələn, bunun dövrü deyir, pi bölünsün 6 olarsa, A-nın ala biləcəyi qiyməti tapın.
Deməli, mən başa düşürəm ki, bunun dövrü üstü tək olduğu üçün nə yazmalıyam? 2 pi bölünsün, bax, modulda A-2. Modulu yazmalıyam. Bayaqçılarda ehtiyac yox idi, çünki ədəddə görürdük, birbaşa yazırdıq. Bu tənasübdən də biz nə alırıq? A-2-nin modulu nəyə bərabərdir? 12. Modulu 12 olan 2 ədəd olduğu üçün ya 14 olur, ya da A-2 mənfi 12 olduğu üçün A mənfi 10 olur. Məsələn, sualda A-nın müsbət qiymət deyirsə 14 götürəcəyik, böyük qiymət deyirsə 14 götürəcəyik. Və yaxud deyə bilər ki, A-nın ala biləcək qiymətlərin cəmini tap, 4 götürəcəyik və s. Hə, buna aid deyirdiksə, məsələn, 3 tangens kvadratı 5x. Bunun dövrü pi bölünsün 5'dir. Y bərabərdir 7 kotangens 3x. Bunun dövrü pi böl 3'dür. Yəni, cüt və ya tək dərəcə olmasından asılı olmayaraq, hər zaman pi böl k. Bizə bunlar maraqlı deyil. X-in əmsalı maraqlıdır. Bu olur onların dövrü. Sonra, bir də danışaq çevirmə düsturlarından. Çevirmə düsturları əslində o qədər də çətin bir şey deyildi. Mən yesən var o zaman. Yaxşı, buyur. Bunu yerməsə ki, az olur. Usta yermə. İkisini yermə. Sağ ol. Təxmin nədə olurdu mən? Təxmini mənim çıxacaqlarım da var, çünki bizdə artıq işlətməyin mənası yoxdur. 100 dənə olmur, da belə 100 dənə civarında olur. Çevirmə düsturunda deyim ki, oradan o tərəfdə də ən böyük, ən kiçik qiymət sualları var. Çevirmə düsturuna çox olur, amma oradan biraz vermək üçün izah eləyək. Deməli, çevirmə düsturları nə idi? Argumentlər, yəni biz sinus x yazırıqsa, x orada argumentdir. Argumenti pi böl 2 plus alfa və ya pi böl 2 minus alfa şəklində və yaxud pi minus alfa ya da pi plus alfa, bunun dərəcə ilə də olacaq. Sadəcə mən radianla yazıram. 3 pi bölü 2 minus alfa və ya 3 pi bölü 2 plus alfa şəklində və ya 2 pi minus alfa ya da 2 pi plus alfa şəklində olan düsturlara biz çevirmə düsturları deyirik. Yəni, sinusun, kosinusun, tangensin, kotangensin argumentində bu ifadələri görürüksə, onlar bizim üçün adlanır çevirmə düsturları. Bu çevirmə düsturlarında bizim diqqət etməli olduğumuz məqamlar. Pi böl 2 və 3 pi böl 2-də trigonometrik funksiyanın adı dəyişir. Ad dəyişir. Necə dəyişirdi? Sinus kosinusa dəyişirdi adını, kosinus sinusa. Tangens kotangensə dəyişirdi adını, kotangens tangensə dəyişirdi. Amma pi və 2pi'də bunlarda ad dəyişmir. Dəyişmir. Yəni, olduğu kimi qalırdı. Birinci, bu məqama diqqət edirdik. İkinci də həmin o dönmə bucaqlarının neçənci rübə düşəcəyinə. Burada nəzərə alınırdı ki, bu çevirmə düsturlarında alfa iti bucaqdır. Yəni, rüb sərhədlərindən kənara çıxa bilmirik. Yəni, 0-90 arasında olduğu üçün birdən-birə bir neçə rüb adlaya bilmirik o tərəfə. Ona diqqət edərək deyilir bu. İndi, məsələn, biz bilirik ki, çevrə üzərində dönmə bucaqlarını izah edən zaman rüblərin sərhədləri var da. Bura 0'dır, bura pi böl 2'dir, bura pi'dir, bura 3 pi böl 2'dir. Yenidən də bura gəlir 2 pi olur. Deməli biz pi böl 2'dən alfa çıxırıqsa birinci rübün bucağını görürük. Amma pi böl 2'nin üzərinə alfa gəliriksə bucaq düşür ikinci rübə. Yəni 90 plus 10, 90 plus 50, 90 plus 70, 90'a qədər nə əlavə edirsənsə, ikinci rübdə olur. 180 minus alfa ikinci rübdür. Amma 180'in üzərinə alfa gəlirsənsə, üçüncü rübdür.
270'dən alfanı çıxırsansa 3'dür. 270'in üzerine alfanı gəlirsənsə 4'dür. 360'dan alfa çıxırsansa 4'dür. 360'ın üzerine alfa gəlirsənsə 1-cidir. Bunları nəzərə alırıq və işarələri tapanda verilən funksiyanın işarəsinə baxırıq. Yəni, məsələn, bir neçə nümunə ilə bunu ümumiləşdirək. Məsələn, sinus pi bölü 2 minus alfa. Birinci baxırıq. Pi bölü 2 ad dəyişəcək. Götürüb yazacağım kosinus alfa. Sonra baxacağım. Neçənci rübdür bu? Pi bölü 2 çıx alfa. 1. 90 minus. 1'dir, 90 minus 2'dir. Birinci rübdür. Birinci rübdə verilən sinus işarəsi nədir? O hamısı müsbətdir, sinus müsbət. Yəni bu və yaxud tangens 180 minus alfa. Tangens 180 minus alfa. 180 isə ad dəyişmir. Qalır elə tangens alfa. 180 minus alfa neçənci rübdür? 2'dir. İkinci rübdə tangens mənfidir. Ona görə mənfi yazırıq. Və yaxud kotangens 3 pi bölü 2 plus alfa. 3 pi bölü 2 isə adın dəyişir. Olurdu tangens 270 plus neçənci rübə düşür? 4. 4'də verilən kotangensin işarəsi mənfidir. Yəni bu şəkildə biz bunun 4 dənə trigonometri funksiyanı 8 dənə ifadə üçün yazanda 32 dənə düstur görmüş olur əslində. Yəni bunu əzbərləmirik, tapılma qaydalarını dedik. Bunlar həm bu şəkildə sadələşdirilmə sualları kimi verilir bizə, həm də əsas işi birinci rübə düşməyən bucaqları Orada işarədə kotangezi görə qoyduk. verilənin işarəsi. Çevirəcəyimizə görə yox. Nə verilibsə o. Yəni, məsələn, tutaq ki, kosinus 2pi minus alfa verilibdir. 2pi olduğu üçün ad dəyişmir. 4-cü rübdür, 360 minus alfa, 4-cü rübdə kosinus müsbətdir. Lap adı dəyişsəydi, belə dəyişən olsaydı, yəni verilən işarəsinə görə baxır. 4-cü rübdə bu müsbət. Bunların bir məsələsi, bu tip sualları verirlər bizə sadələşdiririk. Digər əsas məsələsi isə dediyim kimi iti bucaq olmayan 2, 3, 4-cü rübə düşən bucaqları çevirib iti bucaqların qiyməti ilə tapmaq üçündür. Məsələn, biz sinus 210. Buradakı məqsəd 210 neçənci rübə bucaqda 3-cü rübə. Ya bunu 3-cü rübün aşağı sərhəddə olan 180-dən əlaqələndirməliyik, ya 270-dən. Yəni, ya biz bunu 180 plus 30 yazırıq. O bizim bayaqki düsturdakı alfa budur. Yəni, bu bizim alfamızdır, 30 olan. Bu alfanı göstərir. Deməli, 180 isə adını dəyişmirik, yazırıq sinus alfa, yəni sinus 30 və 3-cü rübdə olduğu üçün sinusun qiyməti mənfi olmalıdır. Ona görə sualın cavabı olur mənfi 2-lər. Biz onu çevirərək də, yəni 270 ilə yazıb adını dəyişsək də, yenə cavab eyni olacaq. Bunu da yenə göstərim. Biz bunu 270 minus 60 yazanda adını dəyişib kosinus 60 yazırıq. Çünki burada alfamız 60'dır. Və yenə sinusa baxdığımız üçün mənfidir. Və bildiyimiz kimi 60'da da bu, yəni kosinus mənfi 2'lər olur. Yəni fərqi yox ki, biz rübün aşağı yoxsa yuxarı sərhədindən yararlanırıq. Əsas odur ki, burada rübün sərhədlərinə istifadə edir. Məsələn, biz 210'u 200 plus 10 yazmamalıyıq. Çevirmə düsturunda rüb sərhədləri istifadə edilibdir. Bu belə. Sonra digər məqam, bu, onsuz da bunu biz demişdik, amma yenə də əsas görməli olduğu hissə uşaqda budur. 90 dərəcənin olduğu hissələrdə, yəni 90 minuslardan söhbət gedir. Bu bizim üçün çox vacibdir, bu çevirmə düsturu. Çünki bizim işimizin böyük əksəriyyətini bu təşkil edəcək. Hətta biz toplama düsturları və s. işləyəndə də biz bunu bilməliyik ki, avtomatik istifadə edə bilək. Yəni biz bir-birini 90'a tamamlayan bucağın sinusu ilə kosinusunun, tangensi ilə kotangensinin eyni olduğunu bilməliyik. Yəni məsələn, sinus 12'ni görəndə bunun kosinus 78 olduğunu başa düşməliyik. Niyə? Çünki biz bunu 90 minus 78 yazanda çevrilir olur kosinus 78. Həmçinin tangesində, kotangesində bu asıllıq doğrudur. Bu bizə nəyə lazım olacaq? Verib sinus kvadratı 20, üstə gəlsin sinus kvadratı 70. Deyir, bunu sadələşdir.
Buradakı sinus kvadratı 70, bizim üçün kosinus kvadratı 20 demək idi. Və ona görə də sinus kvadratı 20 ilə kosinus kvadratı 20-nin cəmi 1 edir. Bunu bilməliyik və yaxud tutaq ki, yazır ki, tangens 10 vur tangens 80. Buradakı tangens 80 ifadəsi o çevirmə düsturuna görə kotangens 10-a bərabərdir. Ona görə də bunların hasili 1 edir. Bir də bu 180 minus olan, yəni qonşu bucaqlar məsələsi, bunu da bilməliyik. Bunu onsuz da 3 bucaq dərsindən deyirik, çünki lazım olur. Sinus 180 minus alfa çevirmə düsturuna görə sinus alfadır. Çünki ikinci rübdə sinus müsbətdir və adı dəyişmədi. Kosinusda mənfi var. Tangensdə də mənfi var, kotangensdə də mənfi var. Çünki ikinci rübdə bunların üçü də mənfi qiymət alırdı sinusdan başqa qanaları. Bizə əsasən bunlar lazımdır. Yəni bu ifadə bizə əslində nəyi göstərir? Qonşu bucaqların sinuslarının bərabər olmasını, qonşu bucaqların kosinuslarının bir-birinin əks olması. Məsələn, testdə bizə belə bir sadə sual verir. Deyir ki, alfa bucağının sinusu 3/1 olarsa, alfaya qonşu olan bucağın sinusu nə olar? O da 3/1 olar. Çünki alfanın qonşusu, yazası olsaq, 180 minus alfa deməkdir və çevirmə düsturuna görə bu elə sinus alfaya, yəni 3/1-ə bərabərdir. Və yaxud deyir ki, alfa bucağının kosinusu 5/2 olarsa, qonşu bucağın kosinusu nə olar? Mənfi 5/2. Çünki alfa bucağının qonşusu 180 minus alfadır və o da bizə mənfi kosinus alfanı verdiyi üçün mənfi 5/2-dir. Aydın mı? Bir də çevirmə düsturu eləyəndə üstündə kvadrat görürsünüzsə, rüb falan axtarmırsınız. Məsələn, belə bir misal görürük, deyir bunu sadələşdir. Bunun üstündə kvadrat varsa, neçənci rübə düşməsindən asılı olmayaraq nəticədə cavab müsbət olacaq. Sadəcə adını dəyişir. Kotangens kvadrat alfa üstə gəl 1. Bu tanış bir ifadədir yəqin ki, nə verir bizə? 1 bölünsün sinusun kvadratı. 1 bölünsün kotangens kvadrat alfa 1 bölünsün. Aydın mı? Bu qədər.